Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Asan İzahatda kanalında yenidən sizi xoş gördük. Bu gün də mən Samir Bəşirli sizə güvən sınağının 23 noyabrda keçirilmiş 3-cü qrup və 11-ci siniflər üzrə testinin izahını verəcəm. Və onu da bildirmək istəyirəm ki, bu PDF-i əldə etmək üçün açıqlama qismində qeyd olunan Telegram linkinə daxil olun və əgər kimlərsə bu testi işləməyibsə, daxil olub testi işləyib, sonra bu videoya davam edə bilərlər. Amma digərləri like düyməsini sıxsın və diqqətlə testlərin cavablarını izləsin. Həmçinin video ilə bağlı fikirlərinizi şərh bölməsində qeyd eləməyi də unutmayın. Hamısını oxuyuram. Beləliklə başladıq. 31-ci sual. Nə deyir burada? Deyir 19-cu əsrin 30-cu illərində Quba üsyanı, 19-cu əsrin 30-cu illərində Quba üsyanı və 20-ci əsrin əvvəllərində məşrutə hərəkatı üçün ümumi cəhət. Nədir burada? Burada hərbi şuranın təşkil olunmasıdır. Çünki biz bilirik ki, 3 üsyanda, yəni Quba üsyanı 1837, məşrutə hərəkatı və bir də 1920-ci il Gəncə üsyanı. O Qırmızı Orduya qarşı, bu bolşeviklərə qarşı olan Gəncə üsyanında hər üçündə də hərbi şura təşkil olunmuşdur. Cavab C-dir burada. 32-yə baxırıq. 32-də nə deyir? Deyir, Eyler-Venn diaqramına əsasən paytaxtları rəqəmlərlə verilmiş dövlətlərin 13-cü əsr tarixinə aid uyğunluğunu müəyyən edin. Deməli, burada baxıram ki, bir nədir? Bir Təbrizdir. 13-cü əsrdə Təbriz hansı dövlətin paytaxtı idi? Təbriz deməli Atabəylər dövlətinin paytaxtı idi. Mən bura yazmalıyam Atabəylər. Düzdür? Ha, Atabəylər yazıram ki, çaşdırmayım özümü. İkinci nədir? İkinci isə bu Bakıdır. Bu Şirvanşahlar dövlətinin paytaxtı olub. Söhbət 13-cü əsrdən gedir. Aha, indi baxıram. Testlərə baxıram. Bir dəqiqə, burada bunu mən bir balaca yuxarı eləyim. Aha, Atabəylər və Şirvanşahlar. Deməli, bir Atabəylərdir. Bura bir də yazıram. Atabəyləri ilə köçürüm bura. Bir dəqiqə. Aha, Atabəyləri birin qabağından yazıram. Bax, buradan. Atabəylər. Burada 4 yəqin ki, çox güman ki, burada 4 səhv düşüb. 4 səhv düşüb. 2 olmalıdır, mənə elə gəlir. Bu da Şirvanşahlardır. Mən dəqiqləşdirəcəm bunu güvənin rəhbərliyi ilə. Mənə elə gəlir, çox böyük ehtimal ki, Şirvanşahlardır. Yeri gəlmişkən, siz bu güvən sınağı imtahanlarında iştirak etmək istəyirsinizsə, qeyd elədiyim nömrə ilə də əlaqə saxlaya bilərsiniz. Premium Akademiyada güvən sınaqları təşkil olunur və iştirak etmək üçün qeyd olunan nömrə ilə əlaqə saxlayın. 7 dekabr buraxılış imtahanı sınağına qeydiyyat davam edir. Aha, Teymuri dövlətinin müttəfiqinə çevrilməsi. Bu, təbii ki, heç birinə aid deyil və mən neynəməliyəm? Mən dərhal harda A gördümsə, onları çıxıram. Və bu variantları çıxandan sonra 2 variantım qalır. İndi baxıram B-yə. Kəsranilər sülaləsinin hökmranlıq etməsi. Biz bilirik ki, Kəsranilər sülaləsi deməli 1027-dən 1382-ci ilə qədər hakimiyyətdə olub Şirvanda, düzdürmü? Və bu da 13-cü əsrə düşür. Ona görə də mən burada B-ni 2-yə aid eləyirəm. Yəni, bura aid eləyirəm. B əgər 2-yə aiddirsə, o zaman cavabım da olur burada nə? Y variantı. Y bəndi düzgün cavabdır. Sonra keçirəm 33-ə. 33-də nə deyir? Bizans dövlətindən fərqli olaraq Xəzər xaqanlığı. Aha. Albaniya dövləti ilə müttəfiqlik münasibətləri saxlamışdı. Albaniya dövləti ilə müttəfiqlik münasibətləri saxlamışdı. Bu, Bizansa da aiddir, Xəzərə də aiddir. Düzdür? Hər ikisinə aiddir. Sonra Peçeniklərin hücumuna hər ikisi məruz qalıb. Yəni, burada deyir ki, Bizansdan fərqli cəhətini tapaq. Ona görə 1 ilə 2-ni harada gördümsə çıxmalıyam. Çıxdım. Slavyanların bəzi ərazilərdə məskunlaşmasına imkan vermişdi. Bu, Xəzər xaqanlığında da var. Biz deyirik ki, Xəzər asayişi dövründə Dnestr çayı boyunca yerləşən yəni o ərazilərdə Slavyanlar gəlib məskunlaşıblar. Meşələrdən falan o ərazilərdən gəlib məskunlaşıblar Dnestr və Dnepr çayları arasındakı ərazidə Xəzər asayişi dövründə və orada ilk dövlətlərin, yəni Şərq Slavyanları ilk dövlətlərini yaradıblar. Eyni şey Bizansa da aiddir. 6-cı əsrdə onlar gəliblər və Bizans onlara icazə verib ki, öz ərazisində məskunlaşsın. Onlar da indiki serblərdir, bolqarlardır, xorvatlar və digərlərdir. Aha, ona görə 3 də bizə uyğun gəlmir. Ona görə 4 ilə 5-i götürürəm. Mənim əlimdə zaten bir variant qaldı. 4 və 5. Erkən feodalizm dövründə süqut etmişdi. Bu, Xəzər xaqanlığına aiddir. Bizans birliyi ki, klassik feodalizm dövründə süqut edib. Həm də ərəblərin Şərqi Avropaya irəlilənməsinin qarşısını, bəli, Xəzər xaqanlığı almışdır. Cavab burada C bəndidir. C bəndi oldu. Aha. Sonra, indi keçirəm 34-cü suala. 34-cü sual. Nə deyir burada? Daha sonra baş vermişdir.
Baxın, belə testlərdə mütləq nə etməliyəm? Belə testlərdə mütləq mən, yəni bir-bir qabağından illəri yazmalıyam belə testlərdə. Nədir burada? Deməli, Əlincə qalasının Teymurlərə təslim olması. Əlincə qalası Teymurlərə nə vaxt təslim olub? 1400-cü ildə təslim olub, düzdürmü? Bax, qabağından yazıram. Cahan Şahın Heratda sülh imzalaması. Bu nə vaxtdır? Cahan Şah Heratda 1459-da sülh imzalayıb. Düzdür, qabağından yazıram. Azərbaycanın Cəlairi dövlətinin tərkibinə daxil olması. Bu 1359-dur. Əsəd döyüşünün baş verməsi. Bu 1410-dur. Monqolların Azərbaycana ikinci yürüşünün başlanması da 1231-dir. Yenidən şərtə baxsam, bizdən daha sonra baş verəni soruşur, yəni ən sonda baş verəni soruşur. Bu da B bəndidir. Sonra 35-də deyir ki, Şimali Azərbaycanda milli demokratik hərəkatın inkişafında milli burjuaziyanın həyata keçirdiyi tədbir. Burada biraz söz oyunu oynayıblar. Baxmaq lazımdır. Vyborg bəyannaməsi bu Şimali Azərbaycanda özdə bunu yəqin ki, ziyalılara aid eləyib. Çünki biz bilirik ki, ziyalılar var, burjuaziya var da. Bunlar ayrı-ayrı anlayışlardır. Bir-birinə bağlıydılar, lakin ayrı-ayrı anlayışlardır. Ziyalılar bu ziyalı təbəqəsidir. Məsələn, Əlmərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə və digərləri. İsmail bəy Ziyadxanlı. Amma ziyalılar isə bizim imkanlı adamlardır. Məsələn, Murtuza Muxtarovdur, Hacı Zeynalabdin Tağıyevdir, Şəmsə Sadullayev, Musa Nağıyev və bunlar. Və elə bunların da həyata keçirdiyi tədbir, yəni burjuaziyanın həyata keçirdiyi tədbir, nəşri maarif və nicat cəmiyyətlərinin yaradılmasıdır. Burada B-ni bəziləri götürə bilər. B nədir? B ərz halların hazırlanması. Bu da ziyalılara aiddir. Əlmərdan bəy Topçubaşov. Ona görə D-ni götürüblər burada. Yəni bu tipdə bir test hazırlayıblar. Həmişə düzgün cavabı yox, uyğun cavabı axtarın. Müəllifin fikrini oxumağı bacarın. Müəllif burada yəni demək istəyir ki, sırf milli burjuaziyanın tədbiri, o da D bəndidir. Sonra 36. Deməli, burada deyir ki, Səlcuq və Osmanlı dövlətlərinin oxşar cəhəti və fərqli cəhəti. Düzdür, burada bilinmir hansından fərqli cəhəti. Amma yenə də bayaq dediyim prinsip sizin üçün həmişə ana prinsip olsun. Yəni, ən uyğun variantı tapmaq lazımdır burada. Ən uyğun variant hansıdırsa, onu tapmaq lazımdır. Aha, 36-da nə deyir? Baxaq. Şimali Afrikada bir sıra ərazilərin ələ keçirilməsi. Bu, Osmanlı dövlətinə aiddir. Bu, oxşar cəhət deyil. Bunu çıxdıq. Bunu çıxdıq buradan. Aha, bizdə heç BC-yə baxmağımıza ehtiyac olmadı. Fikir verin, bax BC, BC. Düzdür, bunlar ikisi qaldı. Baxıram fərqli cəhətlərə. Yəni demək istəyir ki, ikisinin də bir-birindən fərqli cəhətləri də bunu soruşur. Çünki baxıram ki, burada Anadolu torpaqlarına sahib olması bu fərqli cəhət deyil. Mən də bunu çıxdığım zaman Y bəndi qalır. Y bəndi qalır. Burada da biz götürə bilərik ki, yəni Abbasilər xilafətini asılı salan Səlcuqdur. Teymurlərlə müharibədə məğlub olan bu da Osmanlıdır. Ona görə də Y bəndi daha düzgün cavab olmuş olur. Onda baxıram mən 37-yə. 37-də nə deyir bizdə? Göstərilənlər məqsədidir. Göstərilənlər məqsədidir. Yəni biraz. Aha, yaxşı. Hindistanla Qaradəniz sahillərini birləşdirən ticarət yollarını ələ keçirmək, Xəzər sahillərini çıxış əldə etmək. Bu Pompeyin Albaniya yürüşünün məqsədidir. Aha. Aha, cavab C-dir burada. Sonra gəldi indi biz burada 38-ə. 38-də nə deyir? Deyir ki, göstərilən dövlətin, işarələnmiş dövlət burada İngiltərədir. Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı siyasətini müəyyən edin. 1918-ci ildə, 1919-cu ildə. Baxaq. Deyir, Qacarlar dövlətinin AXC ilə dostluq müqaviləsinin imzalanmasına nail olması. Bu 19-un avqustundadır. Daha doğrusu yox. Dostluq müqaviləsi bu 1920-ci ildədir. Üzr istəyirəm, 20-ci ildədir. Ona görə biz bunu buradan çıxırıq. Çıxırıq biz bunu buradan. Sonra Bakını Azərbaycan Osmanlı qoşunlarının hücumundan qorumaq üçün qoşun göndərməsi. Yəni bu olubdur. Bu olubdur da biz bir sentrokrat diktaturasına kömək göndərib. Yəni bir B olmalıdır burada. Bir B variantı, iki variant da var. Bura baxıram, bura baxıram. İndi C-yə baxıram. General Thompsonun rəhbərliyi altında AXC hakimiyyəti ilə əməkdaşlığa başlaması. Bu doğrudur. Ona görə də mənim cavabım burada budur. Və 2-də C-ni yoxlayıram. Nə deyir? Xəzər dənizində Azərbaycanın hərbi donanmasının yaradılmasına köməklik göstərməsi. Bəli, 19-cu ildə onlar Denikinə verdikləri gəmilərin bir qismini geri alırlar və Azərbaycan Xalq Cümhuriyyətinə verirlər və beləcə 19 avqustunda Azərbaycan donanması yaradılır. 39. Roma sərdəsi Antoni və Roma imperatoru Mark Trayan. Hər ikisi üçün oxşarlıq nədir? Parfiya ilə müharibə etmələri. Cavab burada B-dir. 40. Azərbaycanda xilafət dövrünə aid deyil.
Ərəblər Sasani dövlətinin vergi sistemini tamamilə dəyişdirdi. Yəni tamamilə dəyişdirmir, əksinə xaraq xərac adı ilə elə onsuz da Sasani sözü idi. Onu ərəblər öz transkripsiyasında xərac olaraq qeyd elədilər və öz dillərinə də daxil elədilər və Geziddə cizyə adı ilə davam elədi. Yəni o sistemi tamamilə dəyişdirmirlər. Yəni bir nədir? Bir burada düzgün cavab deyil. Daha doğrusu yəni bizə lazım olan cavabdır. Aid olmayan cavabdır. Ona görə mən biri götürürəm. Biri götürürəm. Sonra nə deyir? Vergi yığılmasına nəzarət edənlər amil adlanırdı. Yəni amil adlanırdı. Ona görə bizim şərtimizi ödəmədiyinə görə 2-ni də buradan çıxıram. Cavabım nə qalır burada? D bəndi. 1 və 3 qalır. 1 və 3 D bəndi. Sonra 41-ci suala keçirəm. 41-ci sual. Bir dəqiqə. Aha. 41. Şəddadilər dövlətinin Qaraxanlı dövləti ilə oxşar Rəvvadilər dövlətindən fərqli cəhətini müəyyən edin. Şəddadilər dövlətinin Qaraxanlı dövləti ilə oxşar Rəvvadi dövlətindən fərqli cəhətini müəyyən edin. Yəni elə bir şey olsun ki, Rəvvadidə olmasın, Şəddadi ilə Qaraxanlıda olsun. Burada da cavab nə olmalıdır? Deməli, cavab burada D olmalıdır. Birbaşa deyirəm elə. Çünki birinci Məlikşah Şəddadilərə son qoyub, Qaraxanlılarla da mübarizə apararaq onları məğlub edib. Başqa da bir cavab yoxdur. Çünki Səlcuqlar tərəfindən süquta uğradılması Qaraxanlı süquta uğradılmayıb. Əməvilər heç birinin dövründə yox idi. Hə, amma 10-cu əsrin ikinci yarısında meydana gəlməsə, hər üçü meydana gəlib. Ona görə də cavab burada D-dir. Çünki Məlikşah Rəvvadilər dövlətini süquta uğratmayıb. Onu süquta uğradan Alparslan idi 1065-ci ildə. 42-ci sual. 42-də nə deyir? Şəmsəddin el tutmuş Şimali Hindistanda bəzi əraziləri tutaraq mövqeyini möhkəmləndirdi. Monqol təhlükəsinin qarşısını aldı. El tutmuş Monqol hücumlarının canlılarını qurtarmaq istəyən xeyli sayda türk tayfalarını qəbul etmiş və Şimali Hindistanda türk mədəni həyatının davamlılığını təmin etmişdir. Müsəlmanların dini başçısı olan Abbasi xəlifəsi tərəfindən Hindistanın sultanı kimi tanınması onun müstəqil sultan kimi qanuniliyini gücləndirmişdir. Aha. Mətnə əsasən fəaliyyətindən bəhs olunan Dehli Sultanının Mahmud Qəznəli ilə ümumi cəhətlərini müəyyən edin. Aha, indi burada nəyi deyir? Deyir ki, Abbasi xəlifəsi tərəfindən sultan tituluna layiq görülməsi. Bəli, biz bilirik ki, Mahmud Qəznəvi də buna layiq görülüb. Ona görə bir olan cavablara baxıram ancaq. Bunları buradan çıxdıq. Düzdürmü? Ümumi cəhətini deyir də bizdən. Aha, indi 2-yə baxıram. Monqol hücumlarına qarşı mübarizə. Mahmud Qəznəvi dövründə Monqol hücumları yox idi. Ona görə bunu da buradan çıxdıq. Cavab nə qalır burada? C bəndi qalır. 1, 3, 4. Hindistanın şimalında bəzi əraziləri ələ keçirib və öz ölkəsində türk mənşəli tayfaların yerləşməsinə icazə verib. Bəli, Mahmud Qəznəli də biz bilirik ki, Səlcuq tayfalarının, yəni Oğuzların yerləşməsinə icazə vermişdi. Ona görə cavab burada C bəndidir. Sonra 43-cü sual. 43-də deyir 15-ci əsr Azərbaycan memarlıq abidələrinin sırasını tamamlayın. Həşt behişt. Bu 15-ci əsr deməli Həşt behiştdir. Burada Həsən Padşah məscidi olmalıdır. Təbrizdə Qeysəriyyə bazarı olmalıdır. Cavab 3-4-dür. Naxçıvanda Gülüstan türbəsi ilə Mərdəkandakı dairəvi qala, yəni bunlar digər dövrlərə aiddir. Sonra 44-cü sual. 19-cu yüzilliyin sonlarında Bakıda hərbi vəziyyətin elan olunması ilə nəticələndi. Burada fövqəladə vəziyyət olmalıdır. Amma yenə də biz artıq başa düşdük burada nəyi soruşur. 1895-ci il fəhlilərin ilk mütəşəkkil tətil keçirmələri. Cavab burada olacaq B bəndi. 45-də Afina Drakon qanunlarının qəbul edilməsində məqsəd. Burada məqsəd nə ola bilər? Baxaq variantlara. Deməli, mən burada görürəm ki, aristokratların həyatını və əmlakını qorumaq. Bax, düzgün cavab burada C bəndidir. 45 C-dir. 46-ya baxıram. Səbəb nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin. Səbəb nəticə əlaqəsinin doğru verildiyi bənd. Monqol canişinlərinin yerli feodalları sıxışdırması, bəndərin başçılığı ilə əhalinin üsyana qalxması. Yəni bu səhvdir. Çünki bu Monqollara qarşı olmayıb bu üsyan. Sonra Teymuri hökmdarı Şahruxun hücumu, daha doğrusu Teymuri hökmdarı Şahruxun ölümü Teymurilərin Sərdurud döyüşündə məğlub olması. Onda Teymuri hökmdarı Şahrux deyildi. Onda hələ hakimiyyət uğruna mübarizə gedirdi Teymurilərdə. Ona görə bu da səhvdir, səhv məlumatdır. Sonra deməli bir dəqiqə. Aha, Cəlaliri Şeyx Üveysin Hülakülər dövlətinin paytaxtı Hülakülər dövlətinin Cəlaliri Şeyx Üveysin Təbrizə ələ keçirməsi, Hülakü dövlətinin süquta uğraması bu da səhv məlumatdır. Çünki Şeyx Üveys Təbrizə ələ keçirərkən deməli Hülakü dövləti mövcud deyildi. Ona görə 2-ü də buradan silirəm.
3-ü də siləndən sonra cavabım qalır 4-5. Qaraqoyunlu dövlətinin yaranması, bunun nəticəsində Oğuzların Azərbaycanda siyasi hakimiyyətinin yenidən bərqərar olmasını deyirik. Toxtamışın Buxara və Səmərqəndə hücumu Əmir Teymurun Azərbaycanı tərk etməsi ilə nəticələndi. Bu da düzdür. Yəni cavab A-dır burada. 46-da A. Sonra 47-yə baxıram. 47-də deməli nə deyir? Deyir ki, Qazan xan tərəfindən qadağan edilməmişdir. Bax, Qazan xan kəndlərin bir yerdən başqa yerə keçməsini qadağan edib. İlk dəfə təhkimçiliyi bu salıb Azərbaycanda. Vilayət hakimlərinin vergi yığılmasını, işinə qarışmasını da qadağan edib. Müsafirlərin rəiyyətin evində qalmalarını da, həmçinin rabitə işçilərinin yerli halidən vəsait almasını da qadağan edib. Amma B bəndi belə bir şey qadağan eləməyib. Əksinə, onu yəni təbliğ edib, təşviq edib. Təşviq edib. Yəni daha çox torpağı Monqol qoşununda xidmət edənlərə verib iqtisad şəklində. Ona görə cavab burada B-dir. 48 D bəndi. Məntiqi ardıcıllığı tamamlayın. Xlodviqin xristianlığı qəbul etməsi, bundan sonra Qalliya üzərində hakimiyyətin möhkəmləndirməsi, bunun da bütün bu ikisinin nəticəsi nə ola bilər? Bax, A ola bilməz. Çünki onda onsuz da Frank krallığı yaranmışdı. Bunun nəticəsi Roma imperiyasından bu da ola bilməz. Çünki bu da Böyük Karla aid cəhətdir. Düzdür? Roma papasının Xlodviqi imperator elan etməsi bu da səhvdir. Kapetinglər sülaləsinin nüfuzunun daha da artırması bu da səhvdir. Yəni çünki Kapetinglər deyil daxı bu. Bu əslində Merovinglər sülaləsidir. Kitabımızda yoxdur bu. Səhvdir yəni. Kapetinglər həm də Fransadaydı. Cavab burada D-dir. Çünki Avropada Roma-German mədəni birliyinin meydana gəlməsinə şərait yaranması. Bu doğrudur. Məsələ elə bundan gedir ki, Xlodviq xristianlığı qəbul edir və biz də bilirik ki, Qalliyanın əhalisi xristian Roma mənşəli əhali idi. Düzdür, əvvəllər orada Qallar da yaşayırdı, amma Qallar da artıq get-gedə xristianlığı qəbul edib Roma mədəniyyətini mənimsəmişdilər. Ona görə də deyirik ki, Qalliyanın tutması nəticəsində Avropada xristianlığı da qəbul eləməsi Roma-German mədəni birliyinin meydana gəlməsinə şərait yaratdı. Ola bilər sizə bax belə testlərdə belə cümlə içindən suallar düşər. O zaman mən bax indi elədiyim üsulla tapırsınız. Çıxdaş eləməklə. Dəqiq bildiklərinizi çıxırsınız, nə qalırsa onu götürürsünüz. Bax bu qayda ilə bu cür testləri tapmaq mümkündür. 49. Həmişə tədbirli addımları ilə fərqlənən Şirvan hökmdarı Qaraqoyunluların siyasi gücünü düzgün qiymətləndirməmişdi. O əvvəlcə Sultan Əhmədi müdafiə etdi. Bu məqsədlə Təbriz yaxınlığındakı döyüş ərəfəsində oğlu Kəymurəsi onun köməyinə göndərmişdi. Sonra isə Qara Yusifin barışıq və itaət təklifini rədd etmişdi. Yəni bu 1-ci İbrahimin xarici siyasətdəki səhvidir. Bu da nə ilə nəticələnir? 1412-ci Kür döyüşü ilə nəticələnir. Düzdür? Kür döyüşü ilə nəticələnir və burada cavab belə olacaq ki, Şirvanşahlar dövləti Qaraqoyunluların hücumuna məruz qaldı. Cavab burada B olacaq. 49 B-dir. Sonra keçdik 50-ci suala. 50-ci suala keçirik. Aha, burada Euler-Venn diaqramı verib. Baxaq Euler-Venn diaqramına. Nə deyir burada? Deməli, Terik çayı sahilində qələbə qazanması. Bu biz bilirik ki, Teymurilərə aiddir. Əgər Teymurilərə aiddirsə, mən dərhal nə edirəm? 3A olan cavabı tapıram və görürəm ki, 3A bir dənə burada var. Düzdür? Amma yoxluyuram yenə. Bax, bir də deyilmi həqiqətən? Sasani dövlətinin süquta uğradan, bəli, ərəblər idi. Ona görə də cavab burada elə C bəndi olur. 2-də B, Cənubi Çin ələ keçirən Monqollar olub və oxşar cəhət də bunlar arasında Mərkəzi Asiyanın işğal olunması ilə Hindistana hərbi yürüşlərin təşkil olunması. Burada biraz Mərkəzi Asiyanın işğal olunması sözü biraz düzgün deyil. Çünki Mərkəzi Asiyanın işğal olunması, yəni burada Mərkəzi Asiyada ərazilərin işğal olunması desəydi daha düzgün olardı. Amma hər halda bizə o düşmür ki, biz bu testləri müzakirə edək. Bizə lazımdır ki, düzgün cavabı tapaq. Ona görə də cavab burada C bəndi olur. Amma hər halda bu güvən rəhbərliyi də buna nəzarət eləsə yaxşı olar ki, testlərə daha korrekt cavablar salınmalıdır ki, iştirak edənlər çaşmasınlar. Amma sizə deyim ki, güvən testləri OTK-dan qat-qat yaxşıdır. Qat-qat yaxşıdır. Mən hər ikisini işləyirəm, baxıram. OTK-da biraz dolaşıq bu cür səhv suallar çox olur yəni. Burada amma səhv deyil. Sadəcə cümlə biraz düzgün qoyulmayıb. Sonra 51. Kaştaritenin rəhbərlik etdiyi müstəqillik uğrunda hərəkatın baş verməsinə təsir göstərmişdir. Nə? Hə. Burada olacaq nə? Baxın, Midiya qoşunları Uauş döyüşündə iştirak eləməyib. Urartu bu dövrdə heç bir siyasi fəaliyyətlə, necə deyərlər, qonşuların işinə qarışmaqla məşğul olmurdu. İkinci Sargon bu dövrdə yox idi.
Zərdüştlük sonradan yayılıb. Deməli cavabımız nə qalır? Cavab Y qalır. Manna dövlət və İskit şahlığının qoşunlarına məğlub olması. Yəni bunu biz götürə bilərik ancaq burada. Y bəndidir. Sonra 52. Verilən hər üç xüsusiyyətin aid olduğu ərazinin müasir xəritədə müəyyən edin. Burada söhbət İspaniyadan gedir. Çünki ərəblər tərəfindən Veskotların məğlubiyyətə uğradılması, Araqon və Kastiliya krallıqlarının vahid dövlətdə birləşməsi bu İspaniyadır. İspaniyada burada cavab 4-dədir. D bəndi. Sonra baxırıq indi 53-ə. 53-də nə deyir? 20-ci əsrin əvvəllərində Şimali Azərbaycanda dövlət kəndlilərinə aiddir. Dövlət kəndlilərinin bir yerdən başqa yerə köçmə hüququ ləğv edildi. Bu yəni səhvdir. Bu 19-cu əsrdə idi. Kəndlilərin nəsli istifadəsinə verilən torpaqların sahələri dəqiqləşdirildi. Bəli. Dövlət kəndlilərinin xüsusi torpaq mülkiyyətinə çevrilməsi, yəni bu səhvdir. Dövlət kəndləri Çar Rusiyası dağılana qədər dövlət kəndləri deməli torpaq mülkiyyətinə çevrilmədilər. Bu səhvdir. Deməli cavabımız qalır 2-4. Kəndlərə çəmən otlaq meşələrdən pay ayrıldı. 2 və 4. Cavab budur. İkinci Göytürk və Uyğur xaqanlıqlarının süqutunun əsas səbəbləri. Deməli, tabe edilmiş, bax burada diqqət edək, ikinci Göytürk dövləti deyir. Tabe edilmiş türk tayfalarının üsyan qaldırması, bəli, çünki ikinci Göytürklərdə Uyğurlar idi, Uyğurlarda isə Qırğızlar idi. Deməli, burada biri biz götürürük. Hakimiyyət uğruna mübarizələrin baş verməsi. Bu da düzdür. Hər ikisində demək olar ki, bütün dövlətlərin dağılmasında əsas səbəblərdən biri budur. 1-dən 2. Amma 3 ikinci Götürkə aid deyil. 4 də həmçinin ikinci Götürkə yox, birinci Götürkə aiddir. 1-dən 2 cavab budur burada. Sonra erkən Tunc dövründə əkinçiliyin inkişafının səbəbləri. Deməli, oturaq həyata keçmək bu neolit dövrüdür, bu ola bilməz. Torpağın toxa ilə şumlanması da ola bilməz. Cavab burada olur 3 və 4. Çünki biz bilirik ki, erkən Tunc dövründə torpaq toxa ilə yox, xışla şumlanıb. Şumlama zamanı qoşqa heyvanlarından istifadə və bir də süni suvarma sisteminin yaradılması. Cavab burada 3-dən 4. Sonra 56. Xronoloji ardıcıllığı müəyyən edin. Xələzlər sülaləsinin hakimiyyətə gəlməsi bu 1290-dır. Papa 2-ci Urbanın Klermondakı çıxışı bu 1095-ci ildir. Əmir Teymurun Dehli Sultanlığına yürüşü 1398-ci ildir. Böyük Səlcuq İmperiyasının süquta uğraması 1157-ci ildir. Bunu indi düzək. Necə düzürük? Deməli, ən birinci gəlir burada 2, 2, 4, 1, 3. 2, 4, 1, 3. Sonra 57-ci suala baxaq. Nə deyir 57-də? Deməli, Qızıl Arslan, Şirvanşah 2-ci Axistan və Qazanxan. Baxaq. Yerli oturaq feodal əyanların himayə olunması. Bu kimə aiddir? Bu Qazanxana aiddir. Hülakülərin vassalı kimi hakimiyyətini qoruması. Hülakülərin vassalı kimi hakimiyyətini qoruyan 2-ci Axistan olub. Düzdür? Sonra İraq Səlcuq Sultanı 3-cü Toğrulun məğlubiyyətə uğradılması. Bu Həmədan döyüşündə Qızıl Arslan idi. Və həmçinin daha doğrusu C-dir burada. Və həmçinin xəlifənin razılığı ilə özünü sultan elan edən də yenə də özüdür. Amma YAM adlanan rabitə dayanacaqlarının təşkili isə kimə aiddir? Bu da Qazanxana aiddir. Deməli 1CD, 2B, 3A, Y. Sonra gəldi indi mətn testinə, situasiya testinə. Deyir, Teymurlən şahmat oynayan bir şəxsin yanında oturub dünyanın taleyindən danışır. Taleyimiz bizi Ankaraya qədər gətirib Türk səltənətini əlimizlə məhv elədi. O bu qələbənin Türk dövləti üçün ağır nəticələr gətirəcəyini hesab edirdi. Bu anda Yıldırım Bəyazıt bir dəstə ilə birlikdə Teymurləngin hüzuruna daxil oldu. Teymurləng onun əlindən tutub mehriban amma kəskin tonda bildirdi ki, Sultanın cəbhədəki fəaliyyəti toz torpaq içində qalmağından bəllidir. Lakin bütün bu fəallıq boşuna gedibdir. Bəyazıtın inadkarlığı Türk hakimiyyətinin dağılmasına səbəb olmuşdur. Taleyiniz sizi bundan sonra müharibəyə deyil, daimi bir rahatlığa dəvət edir. Yaxşı. Mənbənin əvvəllərində deyir burada, yəni 58-ci testdə deyir ki, mənbənin əvvəlində Əmir Teymur nəyə görə qələbə qazandığı döyüşü Türk dünyasının gələcəyi üçün faciəli hesab edirdi. Yəni burada sizin fikir bildirməyinizi istəyir. Bu da Ankara döyüşündən təbii ki, söhbət gedir burada. Biz də bilirik ki, Ankara döyüşündəki qələbə İstanbulun fəthini bir 50 il gecikdirir. Sonra Osmanlı dövlətini zəiflədir. Orada səltənət yəni fətrət dövrü başlayır da, səltənət savaşları başlayır və Avropa dövlətlərini Osmanlıdan xilas eləyir. Bax, bu sual, bu arqumentlərdən ikisini yazsanız sizə tam bal verilə bilər. 59. 59-da deyir, İldırım Bəyazıt Əmir Teymurla toqquşmaya gətirib çıxaran 3 səbəb.
Nədir üç səbəb? Bir, Yusif və Sultan Əhmədin birinci Bəyazdə sığınmaları. Biz bilirik ki, Əmir Teymur onları istədikdə İldırım Bəyazid nəinki onları vermir, hətta kəskin cavab verir Əmir Teymura İldırım Bəyazid. İkincisi, ticarət yolları uğrunda mübarizədir. Ticarət yolları. Üçüncüsü isə Kiçik Asiyadakı bəzi türkmən hakimləri onlar Osmanlıya qarşı mübarizədə Əmir Teymurdan kömək istəyirdilər. Hə, bax bunlar. Bunlar deməli nədir? E, deməli bu toqquşmaya gətirib çıxaran üç səbəbdir. Tarixi bilgilərinizə əsasən hansı amilin Ankara döyüşündə Əmir Teymurun qələbəsini təmin etdiyini yazın. Təmin edən amil fillərdən istifadə idi. Yəni bu olmalıdır cavab. Belə, hörmətli izləyicilər, yayımın sonuna gəldik və şərh bölməsində bu video ilə bağlı fikirlərinizi qeyd edin. Həmçinin neçə düz qaldığını qeyd edin. Hansısa bir sualla bağlı sizin iradınız varsa və yaxud da təklifiniz varsa onu da qeyd edə bilərsiniz. Belə videoların davamlı üçün isə kanala abunə olun və like düyməsini də sıxmağı unutmayın. Həmçinin bunu öz dostlarınıza da göndərin ki, digər dostlar da bu videodan xəbərləri olsun. Sağ olun, salamat qalın.